Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. İlk olarak hemşeki kimi her şeyden önce hamdolsun alemlerin Rabbi olan Allah'a ve Allah'ın selamı olsun bütün peygamberlere, onların sonuncusu olan Muhammed'e sallallahu aleyhi ve selleme. Bugünden itibaren Allah'ın izniyle yeni bir kitaba başlayacağız inşallah. Ünvan olarak kitabın adı Beyanu Maani Esmaillahil Husna. Allah'ın güzel adlarının izahı. Allah'ın güzel adlarının izahı. Bir neçə Əhl-i Sünnə aliminin kitabından bəhs olunacaq inşallah. Yani bir müəllif değil, ona göre müəllifin adını demirik. Lakin bir neçə alimlerin, Əhl-i Sünnə alimlerinin kitablarından inşallah ki nədir? Bu mövzu bəhs olunacaq. Çünki məqsəd burada geniş şəkildə bu dərsləri Allah'ın izilə keçməkdir. Yani məqsədimiz tək, məsələn, Ar-Rahim, Ar-Rahman, Əl-Latif adlarının mənası olmayacaq ki, məsəl üçün Ar-Rahim nə deməkdir? Ar-Rahman nə deməkdir? Al-Latif nə deməkdir? Yəni, mənalar nədir? Geniş olacaq. Məsələn, Ar-Rahim bir neçə məsələni əhatə edir. Hansı məsələlər orada cəm olacaq və s. İnşallah. Elə bundan dolayı da bir kitab yox, bir neçə kitablardan inşallah ki bu mövzu bəhs olunacaq Allah'ın izniyle. Ünvan olarak dedi ki Beyanu Maani Esmaillahil Husna. Allah'ın güzel adlarının izahı. Lakin mövzuya keçməmişdən öncə biz inşallah Allah'ın izniyle başlayacağıq. Allah'ın adlarından birinci ad, ikinci ad, üçüncü ad ta 99 ad. Yeri gəlmişkən mövzumuza keçməmişdən öncə 99 ad dedikdə yerinə düşər ki bu məsələni bəyan etmək. Peyğəmbərimizin sallallahu aleyhi ve sellem hədisi var ki kim Allah'ın adlarından 99 adı əzbərləyərsə onun üçün cənnət var və başqa fəzilətləri. Burada bu o anlama gəlmir ki Allah'ın adlarının sayı 99'dur, məhdud. Xeyr. Allah'ın adlarının sayını özündən başqa heç kim bilmir. Allah'ın adlarının sayını özündən başqa heç kim bilmir. Deyəndə ki məndə 5 manat var cibimdə. O demək deyil ki 5 manatdan başqa pulum yoxdur. Mənim cibimdə 5 manat var. Evimdə ola bilsin, ondan da çox ola bilər və yaxud ondan da nədir az ola bilər. Deyəndə ki Peyğəmbər sallallahu aleyhi ve sellem Allah'ın adlarından 99'unu bu o anlama gəlmir ki məhdud şəkildədir Allah'ın adları 99. Bu birinci məsələ. İkinci məsələ barakallahu fikum 3 müqəddimə edəcəyik inşallah. Dərsə başlamamışdan öncə 3 müqəddimə edəcəyik. Müqəddimələrdən birincisi 3 giriş edəcəyik inşallah. Birincisi əhəmmiyyətu ma'rifəti əsmaillahi və sifatihi. Allah'ın ad və sifətlərini bilməyin əhəmmiyyəti. Allah'ın ad və sifətlərini bilməyin əhəmmiyyəti. Bunu bugün inşallah götürəcəyik. İkinci müqəddimə Allah'ın ad və sifətlərini tanımağın fəziləti, yüksək dəyəri, üstünlüyü. İkinci müqəddimə. Üçüncü müqəddimə inşallah Allah'ın gözəl adlarını və uca sifətlərini tanımağın insana qazandırdığı faydalar. Faydalı müqəddimələrdir, elə deyil mi? Təkrar edək. Birinci müqəddimə bugün hansı ki götürəcək inşallah. Müqəddimə yəni kitaba giriş. Kitaba giriş. Allah'ın ad və sifətlərini bilməyin əhəmiyyəti. Niyə görə biz bunu öyrənirik? İkinci müqəddimə barakallahu fikum Allah'ın ad və sifətlərini tanımağın fəziləti, yüksək dəyəri, üstünlüyü. Üçüncüsü də Allah'ın gözəl adlarını və uca sifətlərini tanımağın insana qazandırdığı faydalar. Allah-u Teala'dan dilərəm ki Allah Subhanahu taala bizləri xeyirlərə müvəffəq eləsin. Bugünkü gün inşallah bugünkü dərsimizdə ilk müqəddimədə hansı məsələləri öyrənəcəyik. Deməli 7 faydanı inşallah götürəcəyik. 7 faydanı. Ümumi olaraq bugünkü dərsimizin ünvanı necə idi? Allah'ın ad və sifətlərini bilməyin əhəmiyyəti. Müəllif rahimehullah buyurur ki Ma'rifətul əsma'i və sifati ləhə əhəmmiyyətun bəliğə. İsim və sifətləri bilmək çox önəmlidir. Allah'ın isim və sifətlərini bilmək həddindən artıq önəmlidir. Bunlar ilə bağlı, bu ad və sifətlər ilə bağlı 7 məsələni, 7 faydanı öyrənəcəyik inşallah. Müəllif buyurur ki, onlardan birincisi, çox diqqətli olaq, burada həddindən artıq mühüm faydalar var.
həddindən artıq mühüm faydalar var və bilmək lazımdır ki, biz Rəbbimiz haqqında elm öyrənirik. Allahı tanıyacaq Subhanahu Teala. Siz görəcəksiniz ki, bu dərsləri öyrəndikdən sonra, keçdikdən sonra, dinlədikdən sonra həqiqətən biz Allah haqqında az bir şeylər bilirmişik. Amma Allahın izni ilə bu dərsləri öyrəndikdən sonra, oxuduqdan sonra, bildikdən sonra görəcəyik ki, Subhanallah, Rəbbimiz daha da dərindən öyrənəcək ki, Rəbbimiz nə cür əzəmətli Subhanahu Teala, kəramət sahibiymiş. Faydalardan birincisi, sayırıq bir-bir. Müəllif buyurur ki, Ennel ilmə bil əsməi və sifəti aslul ulum. Ad və sifətlərlə bağlı olan elm bütün elmlərin əsası sayılır. Birinci necə idi? Ad və sifətlərlə bağlı olan elm bütün elmlərin nədir? Əsası sayılır. İbn-i Qayyim rahimehullah buyurur ki, Allahın gözəl adlarını saymaq və onlara dair elm əldə etmək hər cür bilik və anlayış təməlidir. Bu birinci fayda. İkinci fayda müəllif buyurur ki, rahimehullah, Ennallaha xalaqal xalqa liya'rifuhu və ya'buduhu. Bura fikir verin, burada incə məqam var. Allah Subhanahu Teala, necə ki müəllif buyurur ki, Allah insanları xəlq edib ki, yəni biz xəlq olunmuşuq ki, biz insanlar Allahı tanıyaq, sonra ona ibadət edək. Sual, niyə görə burada gəldi ki, liya'rifuhu və ya'buduhu? Gəlir ki, tanısınlar, sonra ibadət etsinlər. Niyə görə cümlə bu cürə deyil ki, ibadət etsinlər, sonra tanısınlar? Ümid edirəm ki, hamı bilir cavabını. Çünki biz bilməsək, tanımasaq, nə cür ibadət edəcək? Elə deyilmi? Gərək biz Allahı tanıyaq, Subhanahu Teala'ni, sonra ona ibadət edək. Sonra buyurur ki, وَلَا سَبِيلَ إِلَى مَعْرِفَةِ اللّٰهِ إِلَّا بِمَعْرِفَةِ أَسْمَائِهِ وَصِفَاتِهِ. Heç bir yol yoxdur, heç bir tariq yoxdur. Nəyə? Allahı tanımağa ancaq onun ad və sifətləri ilə. Ad və sifətlərindən başqa. Heç bir yol, heç bir tariq yoxdur ki, biz bu yollarla, bu tariqlərlə nədir? Allahı tanıyaq. Deməli, biz Allahı tanımaq istəyiriksə, nə eləməliyik? Allah Subhanahu wa Ta'ala'nın adlarını və sifətlərini öyrənməliyik. Sonra ona ibadət etməliyik. Burada bir nöqtə var yenə. Müəllif buyurdu ki, Ennallaha xalaqa el-xalqa liya'rifuhu və ya'buduhu. Allah insanları xəlq edib ki, insanlar Allahı tanısınlar və ona ibadət etsinlər. Sual. Və ya'buduhu. Nə deməkdir ibadət? Kimsə soruşursaq ki, ibadət nə deməkdir? Cavab olaraq, necə ki, İslam alimləri rahiməhumullah ibadətə bu cürə tərif veriblər ki, Allahın Subhanahu wa Ta'ala'nın sevib razı qaldığı sözlər və əməllər, istərsə gizlidə, istərsə aşkarda. Allahın sevib razı qaldığı sözlər və əməllər, istərsə gizlidə, istərsə də nədə aşkarda. Bu ibadətin tərifidir. Gözəl, ibadət. Bu mövzu haqqında bəhs olunmalıdır. Bu mövzu haqqında danışmalıyıq. Siz deməyin elə Allah Subhanahu wa Ta'ala bizi buna görə xəlq edib. Necə ki, ayətlərdə keçir, bir neçə ayəti inşallah ki, sizinlə bərabər müzakirə edəcəm. Uca Rəbbimiz öz kərim olan kitabında buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən insanları və cinləri yalnız mənə ibadət etmək üçün xəlq etmişəm. İbn Abbas radiyallahu anhu bu ayətin təfsirində buyurur ki, ey bir mənada لِيُوَحِدُونَ, Allahı təkləşdirsinlər deyə. Allahı təkləşdirsinlər deyə. Başqa ayədə Allah Subhanahu Teala buyurur ki, ibadətlə bağlı Nisa surəsinin 36-cı ayəsində وَعْبُدُ اللّٰهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئَهَا. Allaha ibadət edin, ona heç bir şeyi ortaq qoşmayın. Allaha ibadət edin, ona heç bir şeyi ortaq qoşmayın. Yenə başqa ayədə Allah Subhanahu Teala Cin surəsinin 18-ci ayəsində buyurur ki, فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Allahla yanaşı heç kimə dua etmə. Allahla yanaşı heç kimə dua etmə. Yəni ibadət etmə. Başqa ayədə Allah Subhanahu Teala buyurur ki, Qafur surəsinin 60-cı ayəsində وَقَالَ رَبُّكُمُ دُعُونِ أَسْتَجِبْ لَكُمْ. Rəbbiniz dedi ki, mənə dua edin, yəni mənə ibadət edin. Mən də sizə, duanı burada Allah Subhanahu Teala ibadət adlandırır. Sizin bildiyiniz məsələdir. Mən də sizə cavab qaytaracağım. Yenə başqa ayədə Allah Subhanahu Teala Bəqərə surəsində buyurur ki, يَا أَيُّهَا النَّاسُ اُعْبُدُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ. Ey insanlar, sizi və sizdən öncəki insanları yaradan Allaha ibadət edin. Sizi və sizdən öncəkiləri yaradan Allaha. Ya eyyuhən nəs, ey insanlar. Allah Subhanahu Teala bütün insanları özünə ibadətə
çağırır Subhanahu və Teala. Təkrar edək. Birinci fayda hansı faydaydı? Öyrəndik ki, İbn-i Qayyim rahimehullah necə buyururdu? Allahın gözəl adlarını saymaq və onlara dair elm əldə etmək hər cür bilik və anlayışın təməlidir. Bu birinci faydadır. İkinci fayda odur ki, Allah Subhanahu və Teala insanları xəlq edib ki, insanlar Allahı tanısınlar və sonra Allaha Subhanahu və Teala'ya ibadət etsinlər. Müəllif də buyurur ki, sonra mümkün deyil, heç bir yol yoxdur ki, bu cürünə, yəni ibadəti tapmaq üçün, Allahı tanımaq üçün ancaq o yoldan başqa ki, Allahın ad və sifətləri ilə onu tanımaq. Subhanahu və Teala. Üçüncü faydanı götürürük. Müəllif buyurur ki, Ennallâhe arrafa ibâdehu binefsihi. Allah özünü insanlarına, qullarına, bəndələrinə tanıtdırmışdır. Allah Subhanahu və Teala özünü bəndələrinə tanıtdırmışdır. Necə ki, Allah Subhanahu və Teala kitabında buyurur ki, İnnəni ənəllahu la ilahə illə ənə fə'budni. Allah Subhanahu və Teala Musa aleyhisselama buyurur ki, İnnəni ənəllah. Buyurur ki, mən həqiqətən Allahım. La ilahə illə ənə. Məndən başqa heç bir məbud yoxdur. Subhanallah. Fikir versiniz bu ayət. Necə əzəmətli bir ayət. Allah Subhanahu və Teala özü haqqında danışır. Bu dərsi bəhs eləyərkən bu ayəti oxuyanda bəzən olur ki, Subhanallah, biz bir ayəti bəlkə dəfələrlə oxumuşuq, yüzlərlə, milyonlarla, minlərlə. Allah Teala bizləri də onlardan etsin və başqa insanlar oxuyublar. Bəzən olur ki, insana elə bir yerdə təsir edir ki, bir ayə. Sanki heç o ayəni oxuyub, Subhanallah. Biz həmişə eşidirik, La ilahə illallah. Həmişə onun tərcüməsini edirik. Nə deməkdir? Allahdan başqa ibadətə layiq olan haqqı ilə məbud yoxdur. Lakin, Subhanallah, ayətə fikir versiniz. İnnəni ənəllah. Burada ərəb dili qrammatikası, ərəb dili bəlağati, fəsahəti, La ilahə illallah. Burada bir neçə məsələ cəm olunub. Burada tövqidlər var. Tövqid yəni təkidlər var. Ərəb dilinin, belə deyək də, fəsahətinin, zənginliyinin, bəlağatinin gözəllikləri var. İnnəni ənəllah. Allah Subhanahu Teala özü haqqında Musaya xəbər verir. Deyir ki, mənəm deyir o Allah. La ilahə illallah. La ilahə illə ənə. Biz həmişə nə eşidirik? La ilahə illallah. Allahdan başqa ibadətə layiq olan haqqı ilə məbud yoxdur. Həmişə onu Allahın haqqında, düzdür? Bu ayətdə Allah Subhanahu Teala özü haqqında xəbər verir. Heç eşitmişdik? Eşitmişdik, yox, oxumuşduq, görmüşdük bunu. Heç düşünmüşdükmü bu haqda? İnnəni ənəllahu la ilahə illə ənə. Subhanallah. Məndən başqa ibadətə layiq olan haqqı ilə məbud yoxdur. Fikir versiniz, Allah Subhanahu Teala buyurur ki, fə'budni. Mənə ibadət elə. Mənə ibadət. Deməli, ibadət Allahın haqqıdır. Subhanahu və Teala. Sonra müəllif buyurur ki, وَالْآيَاتُ الَّتِي فِيهَا أَسْمَاؤُهُ وَصِفَاتُهُ أَكْثَرُ مِنَ الْآيَاتِ الَّتِي فِيهَا ذِكْرُ الْحَلَالِ وَالْحَرَامِ. Deyir ki, o ayətlər ki, deyir, Allahın ad və sifətləri keçir. O ayətlər daha çoxdur. Hansı ayətlərdən? O ayətlər hansı ki, orada halallar və haramlar keçir. Halallar və haramlar keçən ayətlərdən daha çox hansılardır? Allahın adları və sifətləri keçir. Sonra dördüncü fayda, müqəddimənin dördüncü faydasıdır. Ənə dəvətər rusuli ta'riful xalqi bi əsməilləhi və sifətihi. Buyurur ki, müəllif, peyğəmbərlərin, rasulların, nəbilərin dəvətləri öz qövmlərinə Allahı tanıtmaq idi. Öz qövmlərinə Allahı tanıtmaq idi. Onların dəvətləri ilə buna görə idi. Bunun üzərindən idi. Aleyhimussalam cəmiyan. Liya'buduhu. Ona nədir? İbadətə çağırsınlar. Burada bir ayət yerinə düşər. Uca Rəbbimiz buyurur ki, وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Biz bütün ümmətlərə peyğəmbərlər göndərdik. Tək olan Allaha çağırsınlar. Allahdan başqa olan ibadətlərə, tanrılara, ilahlara nədir? Onlardan uzaqlaşdırsınlar insanlara. Bütün peyğəmbərlərin gəliş məqsədi idi. وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا. Fikir verirsiniz, bütün ümmətlərə. فِي كُلِّ أُمَّةٍ. Hər bir ümmətə Rasul gəlib. Siz deməyin, o peyğəmbərlərin gəliş məqsədləri var imiş. Nə idi? Əni ibudullah. Ey qövmüm, Allaha ibadət edin. Quran-ı Kərimə peyğəmbərlərin digər surələrə fikir verəndə baxanda görürük ki, peyğəmbərlərin dəvəti ilə bu ayətlə üst-üstə düşür. Nəhl surəsi 36 ilə üst-üstə düşür. Hamısı bir ağızdan deyiblər ki, Ya qavmi mə ləkum min ilahin qayru. Ey qövmüm, sizə nə olub ki, Allahdan başqa ilahlara tapınırsınız. Bütün peyğəmbərlər nə ediblər? Çağırıblar Allaha. Tövhidə çağırıblar. Necə ki, burada da müəllif qeyd edəcək, rahiməhullah.
Sonra burada Şeyhülislam İbn Teymiyyə rahimehullah'ın güzel bir məqaləsi var. Buyurur ki: "Ma'rifetuhu gayetul ma'arif ve ibadetuhu eşreful maqasid ve'l vusul ileyhi gayetul matalib. Bel hada hulasatud da'vetu'n nebeviyye ve zubdetur risale." Bu cümleye fikir verin. bu risaleye fikir verəndə subhanallah. Şeyhülislam'ın bu məqaləsine fikir verəndə həqiqətən o qəlblər ki, doğrudan da o qəlblərdə Allah'a iman varsa, Allah'a sevgi varsa, Allah haqqında belə deyək də, ma'rifə varsa, bilgi varsa, həmin o qəlblərdə zəlzələ baş verməlidir, subhanallah. Fikir verin müəllif Şeyhülislam İbn Teymiyyə rahimehullah nə deyir? Buyurur ki, onu tanımaq bütün bilgilərin zirvəsidir. Mənimləsiz? Onu tanımaq, Allahı bütün bilgilərin zirvəsidir. Yəni ən yüksəyidir. Ona ibadət etmək ən şərəfli məqsəddir. 2. Ona qovuşmaq bütün arzuların ən uzasıdır. 3. Əslində bu peyğəmbərlik dəvətinin məhəyyəti və risalətin qayəsidir. Neçədən olun? 4 dənə fayda. Rahiməhullah. Təkrar edək. Şeyhülislamın bu sözlərin üzərində nur var, vallahi ki. Sizcə niyə görə Şeyhülislamın sözlərinin üzərində nur var? Ümumiyyətlə, əhl-i alimlərin sözlərinin üzərində nur olur həmişə. Əhl-i sünnədən başqa olan insanların dediklərində bərəkət və nur olmur. Çünki bərəkəti, nuru verən Allahdır. Subhanahu teala. Bərəkəti, nuru göndərən kimdir? Allahdır. Onlar da Allahın kitabından, Muhammedin sallallahu aleyhi ve sellemin sünnəsindən bəhs etdikləri üçün danışıqlarında da nə olur? Bərəkət olur. Qıraqdan eşidənlər də bu bərəkəti hiss edirlər həqiqətən. Buyurur ki, onu tanımaq, yəni Allahı, bütün biliklərin zirvəsidir. Ona ibadət etmək ən şərəfli məqsəddir. Ona qovuşmaq bütün arzuların ən uzasıdır. Əslində, bu peyğəmbərlik dəvətinin məhəyyəti və risalətin qayəsidir. Nə? Allahı tanımaq. Subhanahu və Teala. 4-cünü götürdük, indi 5-cini götürürük. Yenə müəllif buyurur ki, "Əl-imanu bi əsmaillahil husna və ma'rifatuha yetadammanu enva'ut tevhid." Buyurur ki, Allahın Subhanahu və Teala'nın ad və sifətlərinə iman etmək və onu bilmək bu özündə tövhidin növlərini əhatə edir. Tövhidin növlərini nədir? Əhatə edir. Tövhidin neçə növü var? 3 növü var. Əl-uluhiyyə və rububiyyə, əsmə və sifət. Müəllif buyurur ki, Tevhid rububiyyə, tevhid uluhiyyə və tevhid əsmə və sifət və hədil ənva'u hiyə asluddin. Bu tövhidin bu 3 növü nədir? Dinin əsaslarındandır. Dinin nədir? Əsaslarındandır. Yeri gəlmişkən barakallahu fikum belə danışanda bəzən deyəndə ki, tövhidin 3 qismi var. Bəzi insanlar tərəfindən bu düzgün başa düşülmür. Yəni düzgün fəhm olunmur. Deyirlər ki, siz özünüzdən çıxartmısınız. Sonradan belə deyək, Şeyhülislam İbn Teymiyyənin vaxtından sonra başlayıb tövhidin 3 qismi. Amma əslində bu doğru deyil. Tövhidin 3 qismi haqqında Quran-ı Kərimdə bir dənə ayə var. Kim bilir o ayəni? Məryəm surəsində gəlir. Əhsəntum. Məryəm surəsi? Neçənci ayə? 65-ci ayə. Məryəm surəsi 65-ci ayədə barakallahu fikum açıq aşkar ayət var ki, tövhidin 3 qismi orada cəm olunmuşdur. Sarih şəkildə. Sarih şəkildə görürsən ki, oxuyanda tövhidin 3 qismi də nədir? Orada cəm olunmuşdur. Siz də inşallah ora dönərsiniz. Barakallahu fikum. Burada yenə İbn Qayyim rahimehullah gözəl bir məsələni xatırladır. Buyurur ki, insanın ruhunun ən çox ehtiyacı olan şey, onu yaradan Allahı tanımaq, onu sevmək, daim xatırlamaq, onunla xoşbəxt olmaq və ona yaxınlaşmaqdır. Bütün bunlara isə yalnız Allahın adlarını və sifətlərini tanımaqla çatmaq olar. İbn Qayyimin məqaləsini təzən oxuyaq. Barakallahu fikum. İnsanın ruhunun ən çox ehtiyacı olan şey, insan ruhunun ən çox ehtiyacı olan şey nədir? Buyurur ki, onu yaradan Allahı tanımaq. Nə xoşbəxt olsun Allah'ın Allah. Allah-u Teala bizləri onlardan etsin. Allahı tanımaq. Allahı tanımaq nə demək? İnsan Allahı tanıyır Subhanahu Teala'nı. Bilir ki, onun Rəbbinin əmirləri və qadağaları var. Sonra nədir? Qul olur. İbn Qayyimin bu məsələsi var, bu məqaləsi. Bu elə belə məsələ deyil. Onlar belə deyək də, əbəs yerə sözlər deməyiblər. Onlar cəm ediblər kitabı və sünnəni. Bəzən subhanallah baxırsınız ki, alimlərin sözlərinə
alimlərin sözlərinə. Baxırsan, deyirsən ki, subhanallah, görəsən bu bəşər sözdür. Nə cür nə mənə lazım olan bir məsələymiş. Siz deməyin, hər birimizin, elə müəllif buyurduğu kimi, hər birimizin ruhlarımızın bu məsələyə ehtiyacı var imiş. Oxuyanda görürsünüz ki, deyirsən ki, subhanallah, bu şeyx elə mənim üçün danışıb bunu. Sanki mənim üçün yazıb bunu. Bu bilirsin nə deməkdir? Allahı tanımaq. İnsan Allahı tanıyır. Allahı tanıyır. Rəbbini tanıyır, düzdür? Mücərrəd olaraq Allahı tanıyandan sonra biz nə oluruq? Biz qul oluruq, düzdür? Gözəl, əhsən tutmayım, Allah sizə razı olsun. Qul oluruq, bizim də Rəbbimiz olur. Rəbb. İndi bura fikir vermək lazımdır. Biz hamımız ola bilsin bir ağızdan deyirik, qul oluruq. Doğrudan da biz bu qulluğu təhqiq edirik, yoxsa yox? Burada sual vermək lazım. Fikrimi çatdıra bilirəm. Yəni, doğrudan da qulluğu həyata keçirə bilirikmi? Təhqiq o deməkdir. Burada böyük bir sual işarəsi vermək lazımdır və fikirləşmək lazım. Həqiqətən biz Allahın qullarıyıq. Hamımız bir ağızdan deyəcək, əlbəttə ki. Biz Allahın dediyi kimi qullarıq. Allahın bizdən tələb etdiyi kimi qullarıq. Bu məsələni fikirləşmək lazım. Davam edək, barakallahu fikum. İnsanın ruhunun ən çox ehtiyacı olan şey onu yaradan Allahı tanımaq. Yəni, biz Allahı tanıyan kimi, özünün bizə vəsf etdiyi kimi, subhanahu teala, biz biləcəyik ki, biz quluq, bizim ağamız var, bizim Rəbbimiz var. Onun da bizim üzərimizdə əmirləri var, qadağaları var. Biz sonra həyatımızı necə quracağıq? Onun əmirləri ilə, qadağaları ilə. Amma ki, onun əmirləri, yəni Allahın əmirləri kənarda qalsa, qadağaları kənarda qalsa, biz özümüz etdiyimiz kimi edəndə bu qulluq deyil. Biz onda şəklən, yəni şəkil olaraq dildə deyirik də, düzdür? Həqiqi qulluq sayılır sizə? Sayılmır. Buyurur ki, onu yaradan Allahı tanımaq, onu sevmək, daim xatırlamaq, onunla xoşbəxt olmaq. Allah bizi onlardan etsin, ya Rabbi. Və ona yaxınlaşmaqdır. Bütün bunlara isə yalnız Allahın adlarını və sifətlərini tanımaqla çatmaq olar. Siz deməyin, insan, deyək ki, 20 yaşından, 15 yaşından başlayır ibadətə, kimi Allah Subhanahu taala sana hidayət verirsə və yaxud kiçikliyindən 70 il, 80 il yaşayır. Heç vaxt bunların heç birini bilmir. Heç vaxt bunların heç birini bilmir. Sizə niyə görə? Ona görə ki, axı bu heç vaxt Allahı tanımayıb. Amma Allahı tanıyandan sonra ibadətlər nə cür olur? İbadətlər dəyişilir. Yəni, Allahı tanıyandan sonra doğrusu qulluq üzərə çıxır. Doğrusu qulluq üzərə çıxır. Şeyxülislam İbn Teymiyyə buyurur ki, qulların ehtiyaclarını ödəyən Allah-u Teala'dır. Bu ehtiyacların onun tərəfindən ödənməsi üçün doğru yol ona dua etməkdir. Qulların ehtiyaclarını ödəyən Allahdır. Bu ehtiyacların da ödənməsi üçün doğru yol var imiş. Bir yol var imiş. Şeyxülislam sanki elə belə deyək də açarlar verir. Nə yoluymuş o? Dua. Buyurur ki, dua isə yalnız onun gözəl adları və sifətləri ilə edilə bilər. Burada nə demək istəyir Şeyxülislam sizcə? Deyir ki, dua isə, mərhələlərə fikir verin. Yəni buyurur ki, qulların ehtiyaclarını ödəyən Allah-u Teala'dır. Bu birinci, bunu bildik. Biz indi bunu təfəkkür edirik. Şeyxülislamın bu sözünü nə edirik? Bəhs edirik. Çalışırıq ki, başa düşək. Bu ehtiyacların onun tərəfindən ödənməsi üçün doğru yol ona dua etməkdir. Bunu da bildik. Dua etmək. Dua isə yalnız onun gözəl adları və sifətləri ilə edilə bilər. Nə demək istəyir burada Şeyxülislam? Şeyxülislam İbn Teymiyyə deyir ki, rahimehullah, demək istəyir ki, əgər sən dua etmək istəyirsənsə, o zaman Allahın ad və sifətlərini öyrən. Bunu hardan götürdük? İndi deyəcəm. Buyurur ki, davamında, dua isə yalnız onun gözəl adları və sifətləri ilə edilə bilər. Buna nail olmağın yeganə yolu isə onun ad və sifətlərini tanımaqdır. Buna nail olmaq üçün yeganə bir yol var. Ad və sifətlərini. Şeyxülislamın orada cümlələrin arasında demək istədiyi bir məqam var idi. Demək istəyirdi ki, rahiməhullah, bizlərdən birimiz Allaha dua edərkən, nə cür dua etməliyik? İstənilən ad ilə, istənilən həcəti, Allahın istənilən adı ilə Allaha dua edib, istənilən ehtiyacımızı istəməliyik, yoxsa yox? Siz deməyin, bu cünə deyilmiş. Yox, bu cünə deyilmiş. Misal üçün, biz ruzu istəyirik. Biz Ya Rahim, Ya Rahman deyib çağırmayacaq. Ya Razzaq deyəcək. Fikrimi çatdıra bilirəm. Siz deməyin, biz Allahdan bağışlanma istəyirik. Ya Tevvab, Ya Gaffar, Ya Rahim deyib çağıracaq.
İndi düşünün ki biz Allahın adlarından bir neçəsini əzbərləmişik. Allah bizə nəsib eləsin. Bizim ehtiyaclarımız var. Ruzu haqqında, evlad haqqında, məsəl üçün. Allahın hansısa bir nəysə bəxş etməsi haqqında, rəhim olması haqqında istənilən bir məsələ. Biz bu adından Allaha dua edəcəyik. Sizcə bizim halımız başqalarının halı elə ola bilərmi? Elə olmayacaq. Çünki nəyə görə? Biz Allahın haqqında elmimiz olacaq. Allahın ad və sifətlərini öyrənəcəyik. Allahın adları ilə çağıracaq. Və bu da bizdə nə olacaq? Bizdə nəyə artıracaq? Xoşunu artıracaq. Təqvanı artıracaq. Buna ən böyük dəlillərdən Allah Subhanahu taala nə buyurur? Deyir ki, qullar arasında Allahdan ən çox qorxanlar kimlərdir? Alimlər. Son olaraq burada barakallahu fikum ayətdə buyurdu ki, Allah Subhanahu taala "Və lillahil əsmaul husna fad'uhu biha." Allahın gözəl adları var. Bu adlarla Allaha dua edin. Fikir verirsiniz, Allahın gözəl adları var, düzdür? Deməli, bu adlarla Allaha dua edin. Təvəssül edin Allahla öz aranızda. Deməli, Allahın adları ilə çağırıb Allahdan istəmək. Subhanahu və Teala. Ümid edirəm ki, bu qədər kifayətdir. Allah Subhanahu taala'dan dilərəm ki, Allah Teala eşitdiklərimizi bizim üçün faydalı etsin. Və Allahın izni ilə gələn dərsimizdə ikinci müqəddiməni götürəcəyik. İnşallah. Allahdan dilərəm ki, Allah Subhanahu taala bizi sözlərimizdə və əməllərimizdə ixlaslı olan qullardan etsin. Barakallahu fikum, əhsənallahu ileykum. Subhanakallahu və bihamdik, əşhədu an la ilahe illə entə, əstəğfiruka və etûbü ileyk.